Vətəndaşla sığorta şirkəti arasında yaranan mübahisələrdən biri də sığorta müqaviləsinin qüvvəyə minməsinə görədir. Bu yaxınlarda paytaxtda baş verən qəzalardan biri bu məsələnin ciddi anlaşılmazlıq yaratdığını ortaya qoyub. Məsələ burasındadır ki, qəzaya uğrayan avtomobilin sahibi səhər saatlarında kasko sığorta müqaviləsini imzalayıb. Hadisə də elə həmin gün baş verib. Və sonda məlum olub ki, şirkət ona sığorta haqqı verməyəcək. Çünki müqavilə qüvvəyə minməyib. Əslində isə sığorta müqaviləsi bağlandığı gün gecə saat 12:00-dan etibarən qüvvəyə minir. Lakin müqavilənin növündən və şərtlərindən asılı olaraq bu dəyişə bilər. Bəzən müqavilələrdə sığorta müqaviləsinin qüvvəyə minməsi sığorta haqqının ödənilməsinə bağlana bilər. Bu hallarda sığorta müqaviləsi sığorta haqqının tam məbləğdə və yaxud da əgər hissə ödəniləcəksə, onun ilk hissəsinin ödənildiyi gün 24:00-da qüvvəyə minir. Lakin bəzi şirkətlərdə fərqli praktikada mövcuddur. Nə vaxt ki, sığorta şirkəti buraxılan şəhadətnaməyə konkret buraxılış saatını və dəqiqəsini göstərməklə alındığı andan qüvvəyə minməsini təmin edə bilər. İcbari sığorta müqaviləsinin qüvvəyə minmə vaxtı və şərtləri qanunvericiliklə müəyyən olunduğu üçün şirkətlər burada heç bir dəyişiklik edə bilməzlər. Həmin sığorta növü birmənalı olaraq gecə saat 12:00-dan etibarən, yəni imzalandığı günün səhəri qüvvəyə minir.